Beauty Time Salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, küllü miqdarda dələduzluq ittihamı ilə axtarışa verilmiş Könül bugün şübhəli şəxs qismində tutulub. Hazırda Xəzər rayon polis idarəsində ilkin istintaq hərəkətləri aparılır. Könül Həmzəyevanın sabah məhkəməyə çıxarılacağı gözlənilir. Qeyd edək ki, bir ay əvvəl də tanınmış influencer Fidan Zeyn və Azerina da Könüldən şikayət edib. Onlar Həmzəyeva tərəfindən 150 min manat pullarının ələ keçirildiyini deyiblər. Gəncənin Gülüstan qəsəbəsində ağır cinayət hadisəsi baş verib. Daşkəsən rayon sakini Nağıyev Elçin ov tüfəngi ilə güllələnərək qətlə yetirilib. Onun yeniyetmə oğlu hadisəni törətməkdə şübhəli bilinir. Qeyd edilir ki, cinayət ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Polislərin keçirdiyi tədbirlərlə atası 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə artıq saxlanılıb. Yevlaxda nəzarətsiz qalan azyaşlı arxa düşərək boğulub. Bədbəxt hadisə rayonun Qaraçılar məhəlləsi adlanan ünvanında baş verib. Məhəllə sakini olan 2024-cü il təvəllüdlü uşaq valideyn tərəfindən nəzarətsiz qaldığından yaxınlıqda keçən arxa düşərək boğulub. Ailə üzvləri hadisədən xəbərdar olanda artıq gec olub. Faktla bağlı araşdırma aparılır.